Allahın nemətlərini xatırlamaq səbəb olur ki, insan Allahı sevə. İnsan Allahın nemətlərini xatırlamalıdır. Allahın nemətləri barəsində düşünməlidir. Belə olan halda insan Allahın nemətlərinin şükrünü yerinə yetirir. Allahın nemətlərinin şükrünü yerinə yetirmək Allahın ona nemətlərinin çoxalmağına səbəb olur. Lə-in şəkərtum lə-əzidənləkum. Şükür etsəniz, sizə olan nemətlərimi artıraram. Allahın qüdrətini xatırlamaq bais olur ki, insan Allah huzurunda xuzu etsin, özünün zəif olduğunu hiss etsin. Bu da bais olur ki, insan Allaha təvəkkül edə. İnsanın Allah huzurunda özünü zəif göstərməyi ona zillət gətirməz, əksinə izzət gətirər. Amma Allahdan qeyri qüdrətlərin müqabilində özünü zəif bilmək, özünü zəif göstərmək insana zillət gətirər və zillətə düçar edər. Allahdan başqa qüdrətlər zəifdirlər, heçdirlər, puçdurlar. Onlar ki, Allahın müqabilində özlərinə qüdrət veriblər, onlar zəlil olublar, onlar zillətə düçar olublar. Özünü qüdrətli bilən Firon təkəbbürlüklə deyirdi: "Ənə rabbukumul ə'la." Mənəm sizin böyük Allahınız. Elə ki, Allah Taala onu suda zəlilcəsinə qərq etdi. Quran buyurur: "İzə ədrəkəhul qaraqa qalə əməntu." Firon elə ki, özünü sular arasında qərq olduğunu gördü, dedi: "Əməntu, iman gətirdim." Bu gün Allahın huzurunda rəzəz oxuyanlar, özlərini qüdrət bilənlər mütləq şəkildə zəlilcəsinə qərq olacaqlar. Zillətə düçar olacaqlar. Onların belə rahat şəkildə gəzmələrinin, hərəkət etmələrinin səbəbi onların azğınlıqlarının daha da çoxalması üçündür.